futbolçular Bratislava'dan canlı yayıma başlayır və milli futbol üzrə milli komandamız Avropa çempionatında 4-1 final mərhələsində Çexiya seçməsinə qarşılaşır. Hər iki komandanın, hər iki ölkənin dövlətini dinləndiniz. İndi hakimləri yaxın planda görürsün. Xorvatiyalı Antonio Mešić əsas söz sahibi olan hakim, ona Sloveniyalı Aleš Müller köməkdə. Aleš Müller'i komandamızın oyunlarından test ediyoruz. Kutular təqdim olur. Seyid Qasımov, Cəfər Cəfərov, Ramil Çovdarov, Xətay Barov və Dizgər İbrahim Zadə. Meydanlar Elvin Əzədə, komandanın kaptanı Dayə Babay və Mirmət Rızayev. Hüsal isə Təmkin Xəlizadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov. Atayev, Eşin Dağıyev və Kəmal Zəriyev. Komandamızın heyəti məhz bu şəkildədir. Milli komandamızın heyəti təqdim olundu. Çexiya komandasında komandalar xatirə fotolarda, xatirə şəkillər çəkilirlər. 4-1 final mərhələsinin son qarşılaşmasıdır. Artıq yarım finalda Serbiya seçməsi. Hazırki Avropa çempionları rəqiblərini gözləyirlər. Əvvəlki qarşılaşmada Rumuniya ilə turnirin rekordçusu ilə görüşdə ilə turnirin əvvəlki çempionatın finalçıları idi. 10 gol vuruldu, 6-4 hesabı ilə qalib gəldi Serbiya komandası. İndi yarım finalda bu cütdən çıxacaq komandanı gözləyir. Kifayət qədər çətin, belə deyək, tərəfə düşmüşük. Qrup mərhələsinin lideri başa vurandan sonra iddialı komandalarla qarşılaşırıq. Qazaxıstan seçməsi ilə prinsipal görüşdə komandamız 3-2 hesabla qalib gəldi. İndi növbə Çexiya komandasıdır. Çexiya futbolçuları da Çexiya millisi də iddialı gəliblər bu Avropa çempionatına və Slovakların da Çexlərə nə qədər yaxın olduğunu bilsək, bu arena onlar üçün heç də səfər görüşü sayılmır. Özlərini doğma arenadakı kimi hiss edirlər Çexlər və buna görə də belə bir komandaya qarşı bugün Slovakiyada mübarizə aparmaq komandanın üçün əsl əzimkarlıq, mübarizə ruhu tələb edir və Bratislavada həmyerlərimiz komandamızı həmişə olduğu kimi tək qoymurlar və Bratislavada yaşayan həmyerlərimiz arenada, Tiposport arenada komandamızı dəstəkləyirlər. Turnirin ilk oyunlarından başlayaraq qrup mərhələsini maksimum nəticə ilə lider başa vurdu komandamız və Avropa çempionluğuna doğru, ikinci Avropa çempionluğuna doğru qələbə yürüyüşünü, zəfər yürüyüşünü davam etdirir. Xətay Barovun zərbəsi ilə görüşə start veriləcək. İndi hakimlər son hazırlıq, son tamamlama işlər aparırlar. Diqqətlər Xorvatiyalı Antonio Mešić'dədir. Xətay Barovun zərbəsi ilə oyun başlayır. Milli komandamıza uğurlar arzulayırıq. İlk hücum cəhəti də milli komandamızda olacaq. Ramil Çovdarov irəliyə doğru göndərdiyi topu sinəsində çox yaxşı saxlamışdı komanda yoldaşı, amma burada Cəfər Cəfərov ötürə edə bilmədi və top yan xətdən çıxır. Top oyuna daxil edəcəklər. Xətayi və Məhəmməd Xəlilovu gördük. Rəqibin cərimə meydança səndəvərində Məhəmməd Xəlilov da bundan əvvəlki qarşılaşmada Qazaxıstanla görüşdə qol vuran futbolçulardan biri. Ağa Seyidin zərbəsi alınmadı. Qazaxıstanla görüşdə çox sayılı zərbələri vardı Ağa Seyid Qasımovun və mətbuat konferansında jurnalistlər açıqlaması bildirib ki, nəhayət ki bu turnirdə o da qol vurmaq istədiyini dilə gətirmişdi. İndi pressing sayəsində topu hələ keçirdi milli komandamız. Rəvan Kərimov, Rəvan zərbə alınmadı. Təkrar zərbə olacaqmı? Rəvan Kərimov həm İtaliya, həm Qazaxıstanla görüşdə hesab açan futbolçuydu. İlk dəqiqələrdən, ikinci və üçüncü dəqiqələrdə qol vurmağı artıq adət əlinə alıb. Rəvan Kərimov milli komandamızın 23 nömrəli futbolçusu. Yenə də ilk zərbə ondan gəldi. Talih Babayev. Talih bir qədər də kənarda olan komanda yolaşı yaxşıydı. Rəvan Kərimov indi geridən oyun qurmağa çalışır. Məhəmməd Xəlilov vardı yanında, ötürmə alınmadı. Mərkəzdə topu itirdilər, amma Ramil Çovdarov topa nəzarət edir. Burada isə qayda pozuntusu qeydə alır. Çexiyanın 8 nömrəli futbolçu Tomaş Jelinek yıxılmışdı və hakim Tomaşın yıxıldığı epizodda qayda pozuntusu qeydə aldı. Burada gövdəsi ilə Rəvan Kərimov Jelinekin irəliləməsinə mane olmuşdu və bunu qayda pozuntusu kimi dəyərləndirir. Bir qədər geridən başlaması istəyir Tomaşa, Xorvatiyalı hakim. Yanında 99 nömrəli futbolçu Daniel Klima var. Seyid Qasımov diqqətlidir. Qapıya qüvvətli zərbə. Hər şey yaxşı qutardı milli komandamız üçün. Top yandan çıxdı. Epizodun təkrarıncı çox qüvvətli zərbə idi. Əslində burada Seyid Qasımov da son anda topa toxundu. Qapçının baxış bucağını bağlayırdılar. Jelinek qapı qarşısına ötürülən top. Araya girdilər. Talih, Məhəmməd Xəlilov. Məhəmməd Xəlilov sürəti ilə çalışır. Topu özündə saxlaya bilmədi. İtirdi. Tomaşın zərbəsi alınmadı.
Tomaş Jelinek. Bu dəqiqələrdə Çexiyanın 8 nömrəli futbolçu çox fəaldır. Ümumiyyətlə, Çexiya komandası bu Avropa çempionatına çox yaxşı heyətlə gəlir və iddialardan sayılır. Və komandamız da ümumiyyətlə güclü tərəfə düşdü. Qrup liderliyi olmasına baxmayaraq çox iddialı komandalar var. Yarım finalda da hazırki Avropa çempionları Serbiya rəqibini gözləyir. Onlar da turnirin rekordçusu Rumuniyanı mübarizədən kənarlaşdırmış oldular. Ümumiyyətlə 4-1 final nəticəli oyunlar nəzər salsa, Ukrayna Gürcüstan 4-0 hesabı ilə məğlub etdi. İndi qapı önünə ötürülən topu qapçımız götürə bildi. Ukrayna Gürcüstanı 4-0 hesabı ilə məğlub etdi. Macarıstan isə Bolqarıstana eyni hesabla qalib gəldi və Ukrayna Macarıstan komandaları yarım finalda üz-üzə gələcək. Ağaseyid Qasımov irəli ötürülə top. Başla qapı qarşısına amma gözləmədi bunu. Təkrar zərbə. Ramit Çovdarov idi. Zərbəni endirən futbolçu top qapının yanından keçir. Andre Biro'da Çexiya milli komandasının qapçısı, eyni zamanda kapitanıdır. 20 nömrəli futbolçu. Qapçı daha da eləsək. İndi isə hücum qurmağa çalışırlar. Jean Pavel, Pressi qazqal öz bərxəsi göstərəcəkdir. Eşkin Tağiyev. Pressi gedirdi və dərhal başladı Elvin. Qapçı önündə boş və gol! Hesab açılır. Elvin Əlizadə. Bu qolu onun adına da yazmaq olar. Eşkin Tağiyev boş qalmışdı amma Elvin Əlizadə. Kapitan dərhal başladı və top da qapıdan keçir. 4-cü dəqiqədə hesab açıldı. Komandamız o adət-ənənəni, erkən qol vurma adət-ənənəsini davam etdirir. 2-ci dəqiqə, 3-cü dəqiqə və 4-cü dəqiqədə artıq oyunlarda hesab açılır. Erkən qol vurdu. Əsas odur ki, davamını gətirək. Eşkin Tağiyev fərqləndi. Amma Elvin Əlizadə çox əla bir ötürmə etdi. Rəqibin çaşqınlığından məharət istifadə etdi komandanın kapitanı. İlk dəqiqələrdən hesab açdıq. Çexiya ilə görüşdə də komandamız dünya reytinginin lideri kimi, dünya çempionu kimi gəlib Slovakiya və bu ölkə, Slovakiya ölkəmiz üçün, komandamız üçün çox düşərli bir məkandır. Koşicədə Avropa çempionu olmuşdu. Tariximizin ilk böyük uğrunu məhz burada başlamışdı. Zəfərə gedən yol məhz Slovakiyada başlamışdı və bu dəfə Bratislavada, paytaxtda İkinci dəfə Avropa çempionu olmaq üçün komandamız bu arenada meydana çıxıb. Qapı qarşısına ötürülən top. Topu uzaqlaşdırmağa çalışırlar. Çexlər topu ələ keçirdi, amma dərhal presidə topu ondan almağa çalışırlar. Eşkin sona kimi mübarizə aparır. Topu rəqibdən almağa çalışırdı, amma burada bir qədər boşluq verdi, amma son anda topu uzaqlaşdırırlar. Yəni bu idmançıya yaraşan bir hərəkət deyil. Çinlə rəqibinə toxundu, amma dərhal da üzr xahlıq edir. 10 nömrəli Çex futbolçu Pavel Eksner. Epizodun təkrarına bax, burada topu uzaqlaşdırmışdı. Və Vüsal İsayevə qarşı belə bir hərəkətlə yadda qaldı Pavel Eksner. Bir qədər cüssəli futbolçudur. 6-cı dəqiqə. Hər şey qaydasındadır. Vüsal da oyuna davam edir. O da Avropa çempionatında fərqlənən futbolçularımızdan biridir. Uzaq məsafədən cərimə zərbəsini təhlükəli yerinə yetirmişdi Çexiya milli komandası. Bu dəfə ötürməklə başladılar. Dərhal da onun qarşısını kəsməyə çalışırlar. İndi Eşkin mübarizə aparır. Daha bir futbolçumuz gəldi. Ağaseyid Qasımov. Ağaseyid Qasımov zərbənin qarşısını kəsir. Çox çətin bir vəziyyətdən qapını nişan ala bildi. Çexiyalı futbolçu Daniel Kasal idi bu. Əvəzlənir. İkincidən zərbə ötürməklə başladılar. Elvin Əlizadə ötürmənin qarşısını kəsir. Eşkin topu irəli göndərir. Burada isə heç kim yox idi. Qapçı irəliyə kimi gəlir. Biro önü boşdur və əslində bu komandamızın tam istədiyi kimi hücumu yekunlaşdı. Qapıya qeyri-dəqiq zərbə və top yenidən milli komandamızın tərəfinə keçir. Ağaseyid Qasımov topu oyuna daxil edəcək. Və digər qapıya doğru həmkarı topu tutur. Təmkin Xəlizadə irəldədir. Pressi gedirdi. Təmkin milli komanda yoldaşına. Ağaseyid Qasımov topu tutdu. Burada 9 nömrəli Andrei Padera irəlidə mövqeylənmişdi. Ağaseyid. Hələ ki, Çexlər irəlidə daha çox presini tətbiq etdiyi üçün bizim
Bu görüşdə 8 dəqiqə ərzində elə də çox irəli çıxdığını görmürük. Seyid Qasımovun indi ötürməklə başlayır digər cinaha doğru. Ayaqla çox yaxşı oynaya bilən bir qapıcıdır, amma burada Məhəmməd Xəlilov top onun əlinə dəymişdi. Və Elşad Quliyevi görürsünüz, təlimatlarını verir komandamızın baş məşqçisi. Qarşı tərəfdə isə Patrik Levçikdir. Çexiya milli komandasının baş məşqçisi. Biro irəliləyirdi. Andrey Biro komandanın kapitanı və qapıcıdır. Biro pressing sayəsində top almaq olacaqmı? Amma Çexlər bu fürsətdən çıxmağa çalışırlar. Yaxşı da çıxdılar. Digər cinaha ötürülən top alınmadı. Xətay Bağırovun qarşısını kəsildi. Top qapının üstündən keçdi. Çox təhlükəli bir zərbələ. Qapımız qarşısında təhlükə yaratdı. Çexiya milli komandası fikir verin. Sağ ayağının üst hissəsi ilə, ayağının üstü ilə qapıya qüvvətli zərbə indirmişdi. Çex futbolçu dərhal başladılar. Qasımov qüvvətli zərbə ilə irəli göndərir. Bu mövqedə olan futbolçumuzsa top çatmır. Bir qədər bərk ötürmə alınmışdı. Və Xətay Bağırov üçün bu topa çatmaq qeyri-mümkün idi. Məhəmməd Xəlilov pressing edir. Biro gecikdirdi və hakimin dəfti səsləndi. 9-cu dəqiqə. Eşkim Tağıyevin sayəsində hesabı açmışıq. Elvin Əlizadə bu qolun vurmasında yaxından iştirak etdi. Bir daha qeyd edim ki, indi isə təhlükəli mövqedən bir cərimə zərbəsi vuracaq Ramiz Çovdarov. Bakıdakı dünya çempionatında komandamızın dünya çempionu olduğu turnirin ən yaxşı futbolçusu seçilib Ramiz Çovdarov. Bu turnirdə də artıq qol vurub Ramiz. 9-cu dəqiqə yekunlaşma üzrədir. Belə bir oyunda, belə bir məsafədən görək necə hücum təşkil edəcəklər. Fərqli hücum metodlarından, fərqli standart vəziyyətlərindən istifadə edəcəyini bildirmişdi baş məşqçi Elşad Quliyev. Ramiz oradadır, Talih orada da ötürməklə başladılar. Çaşdırıcı ötürmə. Amma top qapıdan keçmədi. Xətay Bağırova yaxşı ötürmə etmişdi Ramiz. Bir də bir qədər dəqiq oynadılar. Seyid Qasımov topu uzaqlaşdırır, amma ayağına da zərbə aldı Seyid Qasımov. Çox sərt oynayır Çexiyalı futbolcu. Topu uzaqlaşdırana sonra qapıcımıza qarşı sərt bir toxunuş var idi. Amma standart vəziyyətdən də fürsəti boşa verdi. Xətay Bağırovla Ramiz Çovdarov. Çovdarovun türməsindən sonra Xətay Bağırovun zərbəsi alınmadı. Qarşısı kəsildi. Hakim indi bildirir ki, məhz bu nöqtədən Ramiz Çovdarov top oyuna daxil etməlidir. Rəvan Kərimov da oyuna qoşulub, irəliyə doğru göndərir. Rəvan hava mübarizəsində rəqibinə uduzdu. Amma top outdan kənara çıxır və out. Nominal qonaqlarındır. Bugün nominal meydan sahibi qismində Çexiya millisi çıxış edir. Milli komandamızsa qonaq komanda qismindədir. Biro. Xətay Bağırovun pressingi var. Mərkəzə doğru ötürülən top. İndi Çexlər hücum qurmağa çalışırlar, amma top yan xətdən çıxır. Top yan xətdən çıxır. Topu ayağında saxlaya bilmədi. Çexiya milli komandasının 7 nömrəli futbolçu Esat İlyazi idi bu. 10 nömrəli futbolçu irəlidə pressing tətbiq edir. Pavel Eksner. Talih Babayev. Ağa Seyid Qasımov. Ağa Seyid önü boşdu. Ağa Seyid bir qədər elədi. Qapıya zərbə denirə bilər. Ötürməyə etdir. Rəvan Kərimov. Topu ayağının altından bıraxdı. Rəvan Kərimov aldı bir vəziyyətdə. Topu ayağında saxlaya bilmir. Elvin Əlizadə kapitanla mübarizəyə qoşulur. Burada araya girdi. Rəvan Kərimov topa toxunur, amma istədiyi kimi toxuna bilmədi. Ötürmənin qarşısını kəsdilər. Son toxunuş Çexiya milli komandasından deyil, amma hakim fərqli qərar qəbul edir. Dərhal başladı Çexlər qapıya. Zərbə. Top qapının yanından keçir. Top qapının yanından keçdi. 12-ci dəqiqədir. Və milli komandamız Eşkinin vurduğu qol sayəsində hesabda öndədir. Dərhal başladı. Geriyə. Vüsal İsrail'le oynuyor. Elvin Əlizadə. Elvin. Ağa Seyid Qasımov. Ağa Seyid Qasımov önündəki boşluğu dəyərləndirdi, amma bu ötürmə alınmadı. Artıq ikinci dəfədir ki, belə bir qeyri-dəqiq ötürmə ilə yadda qalır. Əslində daha yaxşı hücum təşkil etmək olardı bu vəziyyətlərdə. Topu hələ keçirdik. Və topla irəliləyirlər. Mirmehdi Rızayev. Mirmehdi sağ cinaha doğru göndərir. Elvin Əlizadə. Mərkəzdə Vüsal İsayev var. Ötürdü. Mirmehdi. Cinah boyu ötürür. Vüsal. Topu saxlaya bilmədi.
Vüsal topu özündə saxlaya bilmir. Vüsal İsayev. Millimetrinin pressingi var. Biro çətin vəziyyətdə qalmışdı. Çexlər müdafiədən çıxa bilmirlər. Yenidən qapıçı ötürmə məcburiyyətinə qaldılar. Boşluqdan istifadə edib ötürməyə qapıçının önündə boş qalmışdı. 9 nömrəli futbolçu Andrei Patteranı boş qoymuşdu. Millimizin müdafiə xətti. Fikir verin. O da bir toxunuşla topu tora qovuşturmağa çalışdı. Hər şey milli komandamız üçün yaxşı qutardı bu epizodda. Vüsal İsayev. Ağaseyid Qasımov. Ağaseyid Qasımov irəli göndərir. Toxunuş olmadı. Təmkin toxuna bilsəydi qapçını yaldacaqdı. Bir qədər deyili çatmadı ötürmədə. Eşkin Tağıyev. Rəqibinin önündədir. Jerry oynadı. Filip Şeyner. Qapçı da irəli çıxıb. Birodan topu alsalar qapı boşdu ama Çexlərin özündə qaldı top. Eşkin Tağıyev yenidən qapçının önünə gəlir. Biro, Andrei Biro. Andrei'nin ötürməsi. Biro qapıya zərbə. İstənilən kimi alınmır. Amma əslində bu bizim tam istədiyimiz kimi yekunlaşdı hücum. Daniel Klimanın zərbəsi alınmadı. Elvin Əlizadə. Vüsal. Vüsal İsayev. Ağaseyid Qasımov. Qasımov ötürmə, yaxşı alındı, qapı önündə boşluq var. Elvin bir qədər ləng davrandı qapıya, Eşkindən ötürmə amma son anda təmkinə çatmasına imkan vermədi. Bumir Dubravski bu toxunuşla topun təmkinə çatmasına imkan vermir. İlk vəziyyətdə isə Elvin bir qədər cəhd davrana bilsəydi daha yaxşı zərbə müqeyinə çıxacaqdı, amma burada ötürməsi alınmadı Elvin Əlizadənin. Rəqibini tutub çəkirdi və sarı vərəqə olacaq. Sarı vərəqə olacaq. Rəqibini açıq-aşkar tutub çəkirdi bu epizodda. Epizodun təkrarında da yəqin ki bunu görəcək. 8 nömrəli futbolçuya qarşı Mirmehdi. Mirmehdi Rızayev artıq geridə qalmışdı və bu epizodda rəqibini tutub çəkdi. Sarı vərəqə ilə cəzalanır Mirmehdi Rızayev. Elvin Əlizadə rəqibin önünü kəsməyə çalışır. Bir qədər də geriyə Andrei Biro. Sol cinatdan hücum qururlar. Elvin Əlizadə yenə də onda gəldi. Mirmehdi Rızayev də komanda yoldaşına köməyə gəlib. İkili pressing var. Bir qədər mərkəzə doğru. Zərbəyə imkan vermədilər. Elvin Əlizadə yaxşı ötürmə etdi. Eşkin keçməyə çalışır amma artıq tam olaraq rəqib müdafiə mövqeyinə yerləşmişdi. Təmkin Xəlilzadə bir qədər cinahını dəyişdi. Sağ cinahdan sol cinaha gəldi. Burada yenə də 8 nömrəli futbolcu bir qədər aqressiv oyunu nümayiş etdirir. Çexiya heyətində Tomaş Jelinek oyunun əvvəlindən elə bir qədər aqressiya nümayiş etdirir. Mirmehdi Rızayev də onun formasından tutub çəkmişdi. O epizodda da bir qədər aqressiv şəkildə hadisəyə reaksiya vermişdi. Eyni ilə bu dəfə olduğu kimi. Fürsətdən istifadə edib əvəz etmələri reallaşdırırlar. Yenidən qapçı ilə oynayırlar. Andrei Biro. Eşkin pressing etdi. Elvin Əlizadə yenə də Eşkinin həmin zonaya göndərməyini istəyirdi. Elvin Əlizadə rəqibin hücumu qabağını kəsdi. Elvin topu ələ keçirir. Elvin ötürmə alınmadan topu rəqibə vuraraq çıxarmağı bacardı. 7 nömrəli futbolçu Esad İlyazi. Top məhz onunla çıxdı. Elvin Əlizadə. Sağ cinaha göndərir. Təmkin Xəlilzadə. Mərkəzə Elvin. Mirmehdi yanında boşdu. Gözlədi və bir qədər də geri oynayır. Ağaseyid Qasımov. Əla bir ötürmə. Rəvan Kərimov topu saxladı. Rəvan. Bir qədər də geriyə. Təmkin irəliləməyə çalışır. Ötürməsi yaxşı alındı. Boşluğa fikir verir. Qapıya zərbə və gol! Və gol! Təmkin Xəlilzadə özü başladığı, özü davam etdirdiği hücumu dəqiq zərbə ilə yekunlaşdırır. 17-ci dəqiqənin tamamında 19 nömrəli futbolçumuz.
Əla başlayan hücum, əla zərbə ilə də yekunlaşır. Əsl dünya çempionuna layiq bir oyun, layiq bir hücum metodu izləyirik. Rəqibin müdafiə xəttini yarır və hesab arasındakı fərqi artırır Təmkin Xəlilzadə. 2-0 oldu. Artıq rəqib daha çox riskə gedəcək və bundan maksimum istifadə etmək lazımdır. Rəvan Kərimov top aldı. Ramil Çovdarov. Ramiz sürət ilerliyi, Xətay Bağrov var. Ötürmə, Rəvan Kərimov. Ramiz! Ramil Çovdarov. Dərhal 3-cü qolu vura bilərdik. Dərhal 3-cü qolu vura bilərdi, amma bir qədər Ramil Çovdarov sanki bu epizodda bir qədər xəsislik etdi. Boş mövqedə dayanmışdı komanda yoldaşı. Amma özü zərbə indirmə qərarına gəldi. Burada isə top alma mümkün olacaq mı? Top uğrunda mübarizə. Xətay Bağrovun pressingi var, amma burada 3 nömrəli futbolçu düzdür təmas vardı, amma o da özünü bir qədər yerə atmağa meyilli idi. Filip Şereyner özünü bir qədər yerə atmağa meyilli idi. Biro cinah boyu göndərir. Ramil Çovdarov, Xətay Bağrov. Xətayı burada isə səhvə yol verdilərmi? Xeyr. Mərkəzdən topa da keçirdilər. Son anda toxunuş. Rəvan Kərimov top aldı. Xətay Bağrov. Xətay keçməyə çalışır rəqibini. Burada isə out qərarı. Hakimin düz gözü önündə baş verdi. Epizodun təkrarını izləyirsiniz. Dərhal başladılar. Xətay Bağrov indi presi gedir. Xətayı topu almağa çalışdı. 8 və 99 nömrəli futbolçu mübarizə Ramil Çovdarov da gəldi və daha bir agresiv mübarizə və yenə də 8 nömrəli futbolçu, bəli. O aranı bir qədər qatmağa çalışır. Oyunun əvvəlindən komanda məğlub vəziyyətdədir və bir qədər agresiv reaksiya nümayiş etdirir. Məncə Tomaş Jelinikin bu agresiyasına elə də cavab vermək lazımdır. Elə meydanda cavab vermək lazımdır. Yerdəki futbolçu da bir qədər özünü yaxşı aparmadı. Ramil Çovdarov da məhz ona əsəbləşir ki, bütün hadisənin mərkəzindəyiz. Ona aid olmayan bir vəziyyətdə də Tomaş Jelinik dərhal instant yaratmağa çalışır. 99 nömrəli futbolçu isə yerdə olarkən Daniel Klimadır bu. Ayağını çox sərt şəkildə təmas etdirməyə çalışdı. İndi Talih Babayev Ramil Çovdarovu oradan uzaqlaşdırdı. Bir qədər agresiya var Tomaş Jelinikdə. Çexiya milli komandasının 8 nömrəli üzründə. Komanda məğlub vəziyyətdədir. Buna başa düşmək olar, amma onların agresiyasına belə cavab vermək olmaz. Meydanda vurduğu qollarla rəqib uçan rəqib istər-istəməz qarşısındakı təxribatı çəkməyə, vərəqələr aldırmağa cəhd edə bilir. Bu idmanda, futbolda əsasən ələqüsdə yazılmamış qanunlardan biridir. Daniel Klima topu oyuna daxil etdi burada. Xəlilov onun önünü kəsməyə çalışırdı. Birinci hissənin sonudur. Komandamızın 2-0 hesablı üstünlüyü var. Ramil Çovdarov da burada sarı vərəqə ilə cəzalandırıldı. İndi subtitrlarda onu da gördünüz. Xətay Bağrovun pressingi vardı. Cinah boyu ötürürlər, topu itirdilər. Ramiz eyni zamanda Klimaya da sarı vərəqə göstərdi. Ramil Çovdarov ötürmə alınmadı. Eşkin kənarda hazırlaşır. Oyuna girə bilər. Xətay Bağrov. Pressigedə Rəvan Kərimov. Xətayı tək başına orada pressi gedir. Qapçı ilə çıxıb top alma mümkün olacaq mı? Qapı boşdu, amma topu tam olaraq ala bilmədik. Andrei Biro da topu uzaqlaşdırdı. Rəqib riskə gedəcək və bu risklərdən maksimum istifadə etmək lazım. İndi vurulacaq daha bir qol onların ümidlərini tamamilə puç edə bilər. Elvin Əlizadə. Ağaseyid Qasımov cinah boyu ötürmə yaxşı alındı. Eşkin topu özündə saxlaya bilmir. Burada rəqibə qarşı bir sərt oyun da var, amma hakim davam dedi. Top Çex futbolçularda olduğu üçün oyunu davam etdirir. Eşkin Tağıyev. Mirmehdi orada blokun qarşısını kəsə bilmədi. Toxunuşa da imkan vermədi. Elvin Əlizadə çox rahat və sakit bir şəkildə rəqibi qarşısını blokladı və dərhal da kapitana topu ötürür. Vüsal İsayev kənarda oyuna girməyə hazırlaşır. Xəlilzadə bir qədər rəqib üzərinə çəkirdi. Ağaseyid Qasımov. Qasımov mərkəzə kimi əllədi. Qasımov zərbə endirə bilər. Qasımov ötürmə etdi. Elvin Əlizadə amma hakimi yenə də səsləndi bu epizodda. 23-cü dəqiqə başlanıb.
hissə yavaş-yavaş sona yaxınlaşır. Komandamızın 2-0 hesablı üstünlüyü var. Fasiləyə belə yollamaq ümidlərimizi, üstünlüyümüzü daha da artırır. Biro, ikili pressing var. Mirmehdi de oradaydı. İndi Eşkin de geldi. Qapçı iləldədir. Məcburdular riskə getməyə və bu riskdən istifadə etmək lazımdır. Topu alıp boş qapıya topu göndərmək. Təbii ki, onlar da diqqətli olurlar və belə hücumlar da bizim tam istədiyimiz kimidir. Məntiqi sonluğa çatmayan hücumlar. 23-cü dəqiqə yekunlaşmaq üzrədir. Meydanda 2 top vardı və onun birini çıxarmasını istədi. Və yenə də hakim də bildirir ki, vaxta nəzarət edirəm. Onsuz da əlavə edəcəm birinci hissənin sonluğunda. Andrei Biro, kapitan. Ötürməklə başladılar. Sağ cinahdan gəlir Çexiya milli komandası. Qapıya zərbə Aset Qasımov. Uzaqlaşdırmağa çalışırlar. Elvin Ənzadə orada pressing edir. Yenidən Biro'da top qaldı. Mirmehdi və Elvin ikili. Hücumun qarşısını kəsməyə çalışırlar. Elvin Ənzadə. Andrei Biro. Biro. Ötürməkdi sağ cinaha. Topun kesməsinə imkan vermir Mirmehdi Rızayev. Eşkin Tağıyev indi. Rəqib qapçının önündədir. Eşkin qapı boşdu. Aset Qasımov dərhal irəli. Qapı boşdu amma istədiyi zərbəni indirə bilmədi. Dördüncü dəqiqədə arxada qaldı və birinci hissənin sonuncu dəqiqəsi başlanır. 25-ci dəqiqə başlanır. Biro tez-tez irəli çıxır və bundan yararlanmaq lazımdır. Bir top itkisi, üçüncü qolu vurmaq rəqibin bütün ümidlərinin üstündən xətt çəkəcək. Komandamız fasilə də üstün yollamaqla onların ikinci hissədə daha çox riskə getməsinə gətirib çıxaracaq. Belə bir vəziyyət. Aset Qasımov topu tutur və dərhal başladı. Elvin Ənzadə geriyə. Təmkin Xəlilzadə. Mirmehdi. Vüsal digər cinaha göndərir. Elvin topu özündə saxlaya bilmədi Elvin Ənzadə. Eşkin boşluqda top gözləyirdi və burada da Çexlər top itirirlər. Vüsal İsayev bir qədər əzələsində dartılma hiss etdi və əvəz edilməsini istədi. Kənara getdi Vüsal İsayev. Özünü bir qədər narahat hiss etdi fasilə rəfəsində. Yenə də Tom Fikiverin, yenə də 8 nömrəli Tomaş Jelinik. 2 dəqiqə artırılır birinci hissəyə. Biro, Andrei Biro. Elvin Əlzadə. Topu alacaqlar, amma burada yenə də qaydanı pozdular. Təmkin Xəlilzadəyə sarı vərəqi göstərilir. Amma yenə də bir qədər oyunda gərginlik artmışdı. Epizodda bəli, rəqibin ayağına zərbə edilmişdi. Təmkin və buna görə də sarı vərəqələ cəzalanır. Elvin Əlizadə isə canlı səhv üçün oraya yaxınlaşmışdı. Hakim bildirir ki, hər şey nəzarətimdədir və fitdən sonra görüşün başlamasına icazə verəcək. Tomaş. Qapıya qüvvətli zərbə, top Elvin Əlzadəyə deyərək yan xətdən çıxır. Andrei Biro, qapçı iləri gəlir, Biro, zərbə top qapının üstündən geçdi. Ötürmə ilə başladı. Cinah boyu ötürmə, topa çatma mümkün olmadı. Talih Babayevə doğru ötürmə edilmişdi, amma bir qədər yöndəm salındı bu ötürmə və bu topa çatma mümkün olmadı. Aset Qasımov topu rahat şəkildə götürür. Əla bir ötürmə, Elvin Əlizadə, Elvinin ötürməsi keçmədi. Elvin Əlizadə ötürmə etməyə çalışırdı, amma onun ötürməsinin qarşısını kəstilər. Gözdən zərbə indi azarkeşlər gol deyə qışqır, ötürmə və gol! Elvin Əlizadə yenə də bu qolu təşkil edir. Eşkin Tağıyev 3-0. Bu artıq
knockdown təsiri bağışlayacaq Çexiya millisi üçün. Fasilə ərəfəsində azarkeşlər gol, gol, gol deyə qışqırdılar və futbolçular da onların bu istəyini reallaşdırdı və geri çevirmədi. Fasilə ərəfəsində Eşqin hesabı 3-0-dir. Qısa fasilə ayrılırıq. Az sonra yenidən eşidilmə ümidi ilə. Yenidən gecəniz xeyir olsun hörmətli tamaşaçılar. Bratislavadan canlı yayımızı davam etdiririk və ikinci hissə başlanacaq. Çexiya-Azərbaycan görüşündə milli komandamız 3-0 hesabı ilə fasiləyə öndə yollandı. Yarın finalın bir addımlığındadır. Amma hələ də tələsmək olmaz, diqqətli olmaq lazımdır. Bu idmandır, bu futboldur. Hər an hər şey ola bilər. Fasilə ərəfəsində Eşqinin vurduğu gol sayəsində rəqibin işini daha da çətinləşdirdi. Eşqin Tağıyev hesabı açdı, ardınca Təmkin Xəlilzadə əla təşkil olunmuş, özü başladı hücumu. Qolla tamamladı və fasilə ərəfəsində Elvin Əlizadənin ötürməsindən sonra yenidən Eşqin Tağıyev topu tora qovuşturdu. Eşqinin fərqləndiyi hər iki epizodda qolun ötürməsini məhz kapitan Elvin Əlizadə etdi. Əvvəlcə outdan rəqibin diqqətsizliyindən yararlanaraq topu Eşqinə ötürməyə bacardı. Fasilə ərəfəsində isə gücdən zərbədən sonra məhz belə bir məqamda yenə də rəqibin müdafiə xəttini yaran o açar ötürməni etməyi bacardı. Və 4-1 finalda bugün son görüşlərdir. Bir daha qeyd edim ki, Bolqarıstan komandası Macaristana 4-0 hesabı ilə qalib gəldi. Ukrayna isə Gürcüstana eyni hesabla qalib gəldi. Yarın finalda bir-birlərlə qarşılaşacaqlar. Macaristan-Ukrayna görüşü izləyəcək. Rumıniya-Serbiya görüşü. Bundan əvvəl götən Avropa çempionatının finalçılarının qarşılaşmasında 10 gol vuruldu və Serbiya yenə də finalda məğlub etdiyi rəqibinə bu dəfə də qalib gəldi. 6-4 hesabı ilə yarın finaldadır. Milli komandamız da yarın finalın bir addımlığındadır. Bu cütün qalibi. Yəni milli komandamız qələbə qazanarsa Serbiya seçməsi ilə yarın finalda üz-üzə gələcək. İkinci hissə başlayır. Milli komandamız uğurlar olsun indi. Presinqlə başladı və 4-0! 4-0! Ramiz Çovdarov! Rəqib özünə gəlməmiş dördüncü topu qapılarından keçirir. Ramiz Çovdarov. Bəli, belə bir fürsəti layiqincə dəvləndirir. Bugün 4-0 hesabları ən çox qeydə alınan hesablardan biridir. Macaristan, Bolqarıstan, Ukrayna və Gürcüstan görüşlərində də eyni hesab qeydə alınmışdı və milli komandamızda 4 gol vurdu. Ramiz Çovdarov 4-0 edir. Yarın finala daha bir addım yaxınlaşırıq. Bildirmişdim, rəqib riskə gedəcək. Artıq müdafiə xəttində də boşalmalar var. Qapçının diqqətsizliyindən yararlanmaq lazımdır və ikinci hissənin startında Ramiz Çovdarov rəqibin diqqətsizliyindən məharətlə istifadə edərək hesabı 4-0 edir. Darmadağın ikinci hissənin startında. Hətay Bağrov. Biro indi irəli çıxır. Onsuz da vəziyyət onlar üçün daha da çətin vəziyyət alır. İrəli çıxmağa məcburdular, riskə getməyə məcburdular və bu risklərdən milli komandamız maksimum istifadə etməlidir. Hətay Bağrov, qapıya zərbə, mafda gol. Sən qeydə alınır. Burada Ağaseyid Qasımov gözləmirdi. Bıraxılan toplardan birinin əvəzini çıxdılar. Bəli, yox. Burada son anda Çex futbolçu topa toxundu. Topu tora qovuşturmağa bacardı. Bir qədər diqqətli olmaq lazımdır. Ağaseyid Qasımov da top onun, belə deyək, çaşdırdı. Fərqli istiqamətlərə yönəlmişdi. Exner. Pavel Exner. Bıraxılan toplardan bir əvəzini çıxdı. 4-1 oldu hesab indi. Burada qapının ötürülən top. Qarşılayırlar və topda yan xətdən çıxır. İkinci hissənin əvvəli qarşılıqlı qolla başladı. Əvvəlcə Ramiz Çovdarov, ardınca isə Exnerin o toxunuşu həlledici oldu. Topu yan xətdən çıxarır Taliyev Babayev. Mərkəzdə başladılar. Tomaş qapıya zərbə blokladı. İmkan vermədi Məhəmməd Xəlilov. Zərbənin qarşısını kəsir. İndi Biro. Ramiz Çovdarov topu yenə ala biləcəkmi qapısından? Ramiz Biro'ya qarşı mübarizə aparır və onu məcbur etdi ki, topu yan xətdən çıxarsın.
Artıq onun səhvindən istifadə edib Təmkin Xəlizadə Ramizin əvəzinə mübarizəyə qoşulur. Dərhal əvəz etmə reallaşdırdı Elşad Quliyev. Daha 4 futbolçu kənarda gözləyir. Mehdi görürsünüz, Elvin Əlzadəni görürsünüz. Qapı önünə ötürülən top çatmadı ama top milli komandamızda da qalmadı. Burada isə Çexlər bir qədər fəallaşıb top ələ keçirdi ama geriyə bir qədər yöndəm sötürməkdir. Aseyid Qasımov, Məhəmməd Xəlilov. Məhəmməd Xəlilovun ötürməsi yaxşı. Təmkin Xəlilzadə. Təmkin topu rəqibdən keçirdi. Aseyid. Yanındakı komandobaşı ilə oynayır. Yenidən Təmkin Xəlilzadə. Hücumda çıxmaq istədilər. Talih Babayev həmin zonadadır. Rəvan Kərimov kənara getdi. Elvin Əlzadə oyuna qoşulur. Talih'i də görürsünüz. Talih Babayev də kənara getdi. Aseyid Qasımov topu qüvvətli zərbə ilə irəli göndərir. Burada isə topu ələ keçirmək mümkün olmadı. Biro. Topu irəli göndərdi. Çevrilməyə imkan vermir. Rəqibini tutub çəkirdi. Elvin Əlzadə qaydanı da bozdu. Elvin Əlzadə burada rəqibin keçidini qarşısına aldı. 30-cu dəqiqədir. 4-1 hesabı ilə milli komandamızın üstünlüyü var. Meydanda ağız dalaşı. Elə demək üçüzə gelir. Pavel Ekner'i görürsünüz. Aseyid Qasımov isə canlı sətli vurdu qapıya. Zərbə bloklandı. Elvin Əlzadə irəliyə göndərir. Əla bir mövqeyə çıxdı və top qapıdan keçmədi. Eşkin hat-trick edə bilərdi. Amma bu fürsəti qaçırır. Eşkin Tağıyev qapıcı ilə üzbəüz qalmışdı. Elvin Əlzadə onun üçün çox yaxşı bir fürsət. 3-cü qolunu vurmaq üçün də 3-cü məhsuldan ötürməsini etmişdi. Bu vəziyyətdə Elvin Əlzadə. Elvin yenə də ötürmə edir. Bir qədər kənara. Zərbə də alınmadı. Təmkinin zərbəsi alınmır. Elvin və Eşkin bir-birlərini çox yaxşı başa düşürlər və 3-cü qolda vurmağa çox yaxın idi. Eşkin Tağıyev bu dəfə bu fürsəti dəyərləndirə bilmədi. İndi isə bir qədər diqqətsizlik. Çexlərin fəallaşmasına imkan vermək olmaz. Üzerine gelir. Pressing tatbik edirlər. Biro. Andrey Biro. Rəqibini keçir. Rüssal İsayev və burada isə Eşkin Tağıyev. Topu yan xətdən çıxarır. Rüssalı keçsə də Eşkin səddini keçə bilmədilər. Topu yan xətdən çıxardı Eşkin Tağıyev. Burada yenə də Eşkin Tağıyev topun önünə özünü atır. Blokluyur. İkinci dəqiqə. 4-1 hesablı üstünlüyü var milli komandamızın. Biro bir qədər yerə çıxıb riskə gedir. Bu zərbə. Avtogol, avtogol, avtogol. Eşkin Tağıyev. Çexlərin vurduğu hər iki golda top kiməsə deyir. Tora qovuşur. Transferi oldu. Eşkin Tağıyev. Topu uzaqlaşdırmağa çalışır. Hesab 4-2 oldu. 4-0 idi və bir anda hesab 4-2 oldu. Amma hələ üstünlüyümüz var. Aseyid Qasımov irəli göndərir. Ötürmə. Zərbə olacaqmı? Zərbə alınmadı. Zərbə alınmadı Eşkin Tağıyev. Eşkin Tağıyev topu özündə saxlayır. Daha bir ötürmə. Qapıya zərbə. Top keçmədi qapıdan. Təmkin Xəlilzadə. 2 dəfə cəhdini heç birində uğur qazana bilmədilər. Təmkin. Topu qapıya istiqamətləndirməyə çalışırdı. Alınmadı. Elvin Əlzadə. Elvin ötürdü. Qapıya yenə də təmkin zərbəsi. Təkrar zərbə alınmadı. 2 cəhdin heç bir alınmır. Millimetrinin pressingi var. Burada isə qaydanı pozmuşdu mühakimə baxıram. Yan xətdən topu oyuna daxil edəcək. Hansı bir qayda pozuntusu yoxdur deyir hakim. Ramit Çovdarov. Aseyid Qasımov. Elvin Əlzadə. Aseyid Qasımov önü boşlu irəliyir. Ötürmə etdi. Ramizdən əla bir ötürmə amma
Komanda yoldaşı buna çatmır. İndi fürsətdən istifadə edib əvəz etmələr oldu. Talib Babayev oyuna daxil. Rəvan Kərimov kənarda gözləyir. Məhəmməd Xəlilov da kənarda gözləyir. Eşkin orada pressing tətbiq edəcək. 2 qol vurub, 1 avtogol. Bir qaçırdığı epizod var. Eşkin Tağıyevin. Məhəmməd Xəlilovla Rəvan Kərimov hələ də gözləyir. Eşkin dayanmadan pressing tətbiq edir. Həqiqətən meydanın istənilən yerində görə bilərsiniz. Eşkin Tağıyev indi kənara əvəz etmək üçün getdi. Rəvan Kərimov əvəzləndi. Məhəmməd Xəlilov əvəzlənir. Elvin Əlizadən əvəzləyir. Yüksək qapıya endirilən zərbənin təkrarı idi. Ağaseyid Qasımov irəliyə doğru göndərilən top. Bir qədər yöndəm salındı. Bir qədər ötürmək istənilən kimi alınmadı. Bir o. Dərhal başlayır. Ramit Çovdarov. Yenidən Ramizin pressingi var. Rəvan topu hələ keçirdi amma komanda yoldaşına istədiyi kimi ötürmək edə bilmədi. Sadəcə Rəvana top toxundu və bunu gözləmirdi belə bir məqamda səhv edəcəyini. Ramit Çovdarov. Ramiz. Yenidən Rəvan. Rəqibinə qarşı pressing tətbiq edir. Burada qayda pozulmuşdur. Rəvan sanki rəqibinə qarşı qaydanı pozmuşdur. Vərəqə tələbi vardı və Rəvan Kərimova da sarı vərəqə göstərilir. Oyunda kifayət qədər çoxdur sarı vərəqə. Avtogolun olması da bir qədər ümidləndirib çexləri. Tomaş, qüvvətli zərbə. Ağaseyid Qasımov topu tutur. Ramit Çovdarov oynayır. Ramiz dərhal irəli göndərir. Amma yenə də ötürmə alınmadı. Bir qədər gözlüyün deyir. İndi başladılar. 35-ci dəqiqə. Biro. Yenidən Tomaş. Yenidən Biro. Topu qapı xəttindən çıxarır. Bir qədər riskliydi. Artıq bir avtogol olur. Ona görə bir qədər diqqətli olmaq lazımdır. Ağaseyid Qasımov qapısında diqqətlidir. Ötürməklə başladılar. Qapıya zərbə bloklandı. Əllə oyuna şan edirdilər. Amma davam deyir hakim. Biro mərkəzə kimi irəliləyib. Burada isə pressinglə rəqibdən top almağa çalışırlar. Top aldılar. Qapısı ilə üzbəz qaldı. Qapısı ilə üzbəz qaldı. Keçdi qapısını və gol! Keçdi qapısını və gol Məhəmməd Xəlilov. 5-2. 5-2 oldu hesab. Əla bir hücum. Məhəmməd Xəlilov qapısını da geridə qoyur və topu boş qapıdan keçirir. Rəqib riskə gedəcək və bu riskdən yararlanmaq lazımdır. Məhəmməd Xəlilov hesabı 5 gedir. 36-cı dəqiqədə fərq yenə də 3 topa yüksəlir. Daha çox riskə gedəcəklər oyunun sonlarına doğru və bu da daha çox imkan deməkdir. Oyunda bir qədər sərtlik artıb. 4-1 finaldır. Yarım finala çıxma uğrunda görüşdü və komandalar barışmaz rəqabət içərisindədir, amma Çexiya milli komandasının üzvləri bir qədər sərtliyə, aqressiyaya meyillidirlər. Bunu da arısa başa düşmüyorlar. Komanda məğlub vəziyyətdədir. Və çox təhlükəli bir mövqedən standart vəziyyət yerinə yetirəcəklər. 7 gol vurulub. Rumıniya-Serbiya oyununda 10 gol vurulmuşdu. 6-4 hesabla Serblər qələbə qazanmışdı. Halbuki ki, bu qarşılaşmada isə 7 gol vurulub. Hələ vaxtda var. Çox təhlükəli bir mövqedən standart vəziyyət yerinə yetirəcəklər. Burada Daniel Klima Ağaseyid Qasımovun önünü kəsməyə çalışırdı. Neredeyse onu Dubravski'dir. Qasımovun önünü kəsməyə çalışırdı. Klima cərimə zərbəsini yerinə yetirəcək. Yanında Tomaş Jelinik də var. 38-ci dəqiqə başladı. Diqqətli olmaq lazımdır. Belə bir standart vəziyyətdə indi qapısının önünü kəsdiyi üçün oradan onu uzaqlaşdırmağa çalışırlar. Ötürməklə başladı. Qapıya zərbə. Qasımov. Əhsən. Əla bir seyvlə yadda qalır. Epizodun təkrarını izləyək. Bəli, Qasımov komandasını xilas etdi. İndi dərhal başlamışlar. Top yan xəttdən oyuna daxil edəcəklər. Filip Şerineydir. Məhəmməd Xəlilov var onun qarşısında. Məhəmməd Xəlilov. Xəlilov çox cəhddir. Rəqibi çaşdırar, top almağa çalışırdı. Andre Biro mərkəzə kimi gəldi.
Ara ötürməsi. Burada isə Talih Babayev. Talih burada keçə bilmədilər. Topu ala bilmədilər və topda yan xətdən çıxmış, amma qayda pozuntusuna yer alır. Daha bir standart vəziyyət. 39-cu dəqiqədə. 5 hesab ilə milli komandamızın üstünlüyü var. Yarın finala hər keçən vaxt milli komandamızı yaxınlaşdırır. Bu hesab Serbiya millisi ilə qarşılaşacaq. Görüşdən qələbə qazanarsa milli komandamız standart vəziyyət yeni etilir. Qapıya zərbə. Tam istədiyim üstünü yekunlaşdı. Meydandan kənara. Və bu fürsətdən istifadə edib əvəz etmələr də reallaşır. Eşqin meydana daxil oldu. Cəfər Cəfərovu görürsünüz. Elvin Əlizadə, Təmkin Xəlilzadə, Aseyid Qasımov, Aseyid Qasımov. Təmkin bir qədər pressing var buna qarşı, amma burada yıxılan futbolçu var. Çekiyenin 19 nömrəli üzvü Dominik Şmerda. Həkimləri yanına çağırdı hakim. Hələ ki, ayağa qalxa bilmir. Şmerdan. Dominik Şmerdan. Həkimlərin yardımı davam edir. Bratislavadakı Azərbaycanlı azarkeşlər. Əmirlərimiz komandamızı turnurin əvvəlindən tək qoymayıblar. Dəstəklərini davam etdirirlər. Bu gün də arenada öz yerlərindədirlər. Komandamızın qələbə yürüyüşündə, zəfər yürüyüşündə onları dəstəkləyirlər. Komandamızın qapıçağı Seyid Qasımov media müsahibəsinə bildirmişdik. Azarkeşlərimizin tribunada olması onlara əlavə güc, qüvvə verir. Və bu arenada azarkeşlərin önündə növbəti titullarını qazanmaq üçün var qüvvələrini ortaya qoyublar. Hələ də Şmerdanın tibbi müdaxiləsi davam edir. Ayağında ciddi bir zədə var. Həkimlər ona müdaxilə edirlər. Ona görə də qısa bir faza yaranır. Bu isə Məhəmməd Xəlilovun qapısını keçərək topu qapıdan keçirdiyi anın təkrarı idi. Belə bir fürsəti lazımıza dəyərləndirdi. Qapısı ilə üzbəüz qaldı Xəlilov və fürsəti lazımıza dəyərləndirdi. Dominik Şmerda isə azarkeşlərin alqışları ilə xərəkdə meydandan çıxarılır. Çox ciddi bir zədə aldı Dominik Şmerda. Hətta burada milli komandamızın üzvləri də. Talih Babayev də orada görürəm. Elvin Əlizadə, Təmkin Xəlilzadə. Futbolçunun xələyə qoyulmasında köməklik göstərdilər. İndi xələkdə futbolçunu meydandan kənara çıxardırlar. Dizini zədə aldı. Heç bir idmançının başına gəlməsini arzulamadığımız bir haldır. İdmanda zədələr. Amma təbii ki, idmanda belə hallarda olur. 42-ci dəqiqə. Amma təbii ki, zədəyə görə bir qədər də vaxtı əlavə olunacaq. Aseyid Qasımov. Aseyid Qasımov topu irəli göndərir. Burada isə topu ələ keçirmək mümkün olmadı. Top yenə də milli komandamızın əlində qaldı. Təmkin Xəlilzadə çətinliklə olsa topu Elvin Əlizadəyə göndərə bildi. Elvin topu özündə saxlayır. Bir qədər də gözlədi ki, rəqib üzərində gəlsin Aseyid. Vüsal İsayev. Aseyid Qasımov topu itirdilər. Cəfər Cəfərov topu aldı rəqibindən. Boşluq var. Təmkin sürətlənmişdi, amma komanda yolaşı onu bir qədər gec gördü. Eşqin Tağıyev. Cinah boyu göndərir. Elvin Əlizadə Vüsaldan top istəyirdi. Vüsal İsayev. Sərt oynamışdı. Elvin Əlizadə. Qasımov. Yenidən Əlizadə. Vüsal keçirə bilmədi topu rəqibdən. Bir qədər geridə rəqib üzərində çəkərək boşluq yaratmağa çalışır milli komandamız üzvləri. Aseyid Qasımov. Qasımov irəliyə göndərir, amma bu zonada heç kim yox idi. Və topa toxunan da olmadı.
Eşkin pressing edir. Eşkin pressing edir. Rəqibi sıxışdırdı. Künc nöqtəsində rəqibi sıxışdırıb topu çıxartmağa çalışırdı burada. David Çupak idi bu. Ama tam olaraq çıxarda bilmədilər. Artıq tam olaraq riskə gediblər. 44-cü dəqiqədə azarkeşlərimizin ənənəvi şəhidlər, ölməz vətən bölünməz şuarı. Hər oyunda bunu eşidirsiniz. Biz də şəhidlərimizin ruhunu ehtiramla yad edirik. Artıq Yapçılı da meydan oyunçusuyla əvəzlədi. Çexiya milli komandasının baş məhdisi riskə gedib. Amma Eşkin burada sıxışdırıblar. Topu da ələ keçirdi. Qapı boşdur. Zərbə olacaqmı? Zərbə olacaqmı? Təmkin! Təmkinin zərbəsi alınmadı. Qapı boş idi bir qədər. Daha yaxşı davransaydılar 6-cı qolu da vura bilərdilər. Vüsal İsayev ötürmə edir mərkəzə. Elvin Əlizadə. Elvin yenidən qapısını oynayır. Qasımov topu irəli göndərdi. Bu zonada Vüsal aslında düşünmüşlər. Vüsal İsayevə topun çatmasına imkan vermədilər. Məhz bu episodun təkrarını gözə Cəfər topu aldı. Təmkinə ötürdü. Təmkinin zərbəsini son anda blokladılar. Elvin Əlizadə. Hakim texniki zonadan Bironu yanına çağırdı. Qapıcı Andre Bironu yanına çağırıb sarı vərəqə göstərdi kapitana. Biro yenidən meydana daxil oldu. Onların qapıcını oyunçuyla dəyişdirərək hücum qurmaq istəyi tam olaraq alınmadı. Biro yenidən meydana daxil olur. Elvin Əlizadə topu oyuna daxil edəcək. 45-ci dəqiqədə artıq yekunlaşdı. 5 hesabla komandamızın üstünlüyü var. Komandamız yarın finalın bir addımlığındadır. Serbiya seçməsiyle hazırki Avropa çempionları ilə qarşılaşacaqlar. Dünya çempionları Avropa çempionlarına qarşı. Belə demək mümkünsə topu hərə keçir Elvin Əlizadə. Elvin keçir rəqiblərini bir-bir amma sonluğunu gətirə bilmədi. Burada da qayda pozuntusu qeydə aldılar. Elvinə qarşı kobudluğa görə hakimlər. Burada ayağına qarşı zərbə var idi və dərhal da hakim görüşü saxlayır. Yani finalda dünya çempionu Avropa çempionuna karşı. Əsl finala layık bir karşılaşma olacak. Yarın finalda Serbilerle görüş. Gol səsləri var. Görə indi bu standart vəziyyəti necə yerinə yetirəcəklər. Qapıya birbaşa zərbə olacaq mı? Birbaşa zərbə qapı dirəyi. Vüsal fərqlənməyə çox yaxın idi. Vüsal İsayevin zərbəsi qapı dirəyindən geri qayıdır. Bəxti gətirdi Çexiyalıları. 6-cı qolu vura bilərdik. Hətta zərbə o qədər qüvvətlidir ki, qapını bir qədər yerindən oynadı və hakim onu düzəltməyə məcburiyyətində qaldı. Aleş Müller, Sloveniyalı hakim. İrəliyə göndərilir. Topa çatdır, qapı önünü ötürür. Asid Qasımov, Cəfər Cəfərov. Komandolaşı Elvin Əlizadə. Əla keçdi Cəfərə. Doğru ötürmək isə bir qədər istədiyi kimi alınmadı. Biro. Elvin Əlizadə. Yeniden Biro. Resik edirlər meydanın mərkəzində və topu da özlərində saxlaya bilmədilər. Qrup mərhələsini lider boşa vurdu. Ardınca Qazaxıstan millisinə qalib gəldi. İndi 4-1 finalda Çexiya seçməsini darmadağın etməkdədir milli komandamız. Əvəz yerə dünya çempionu olmadığını, əvəz yerə dünya reytinginin lideri olmadığını göstərir. Oynadığı oyunla, vurduğu qollarla, baxımlı qollarla indi növbəti hücum və top qapıdan keçmədi. Daha bir əla təşkil olunmuş hücum. Samir Həmzəyev belə bir hücumda son nöqtəni qoya bilmir. Əslində əla bir zərbə mövqeyinə çıxmışdı Samir Həmzəyev. 6-cı qol vurmaq üçün əla bir fürsət var idi. Tomaş geri oynayır. Rəvan Kərimov onun qarşısını kəsməyə çalışır. Biro. Qapı önünə ötürülən top. Ünvansız. Heç kim yox idi. Və
Top da yağ xətdən çıxdı. İrəliyə doğru göndərilən top. Yenə də topu meydanda saxlamaq mümkün olmur. Qapçılar növbəti hücumu qurmağa çalışacaqlar. Bir daha qeyd edim ki, 4-1 finalın görüşlərində Macaristan seçməsi Bolqarıstan komandasına 4-0 hesab ilə qalib gəldi. Ukrayna isə Gürcüstana 4-0 hesab ilə qalib gəldi və yarım finalda bir-birlərinə rəqib oldular. İtə çempionatının rekordçusu Rumunlar isə uduzdular. İndi qapı boşdur. Burada qapçı kobudluq edir. Qapçı kobudluq etdi və qırmızı vərəqə. Bəli. İsa Atayeva qarşı kobudluğa görə Biro qırmızı vərəqə ilə cəzalandırılır. Artıq 49-cu dəqiqədir. Oyunun sonluğudur. Serblər Rumunlara qalib gəldilər. Yarım finalda rəqiblərini gözləyirlər və bu rəqibdə dünya çempionu Azərbaycan millisi olacaq. Yarım finalda Avropa çempionları dünya çempionlarına qarşı Serbiya-Azərbaycan qarşılaşması izləyəcəyim. Bunu artıq əminliklə deyə bilərik. 5-2 hesabı var və oyunun sonuncu dəqiqəsi başlanır. Hətta bu gedişlə 6-cı qolu da vura bilərik. Rüzgar İbrahimzadə topu oyuna daxil edəcək. Əvəzlətmədən meydana daxil oldu. Çexiya milli komandası güclənmiş heyətlə gəlmişdi, amma bu görüşdə milli komandamız rəqibini darmadağın etdi. O buraxılan 2 topun hər ikisinə bir avtogol oldu və Çexlər özləri də həmin o qolun necə vurulduğunu tam olaraq dərk etmədilər. Kimilərsə toxunaraq top tora daxil oldu, yəni düşünülmüş hücum nəticəsindən reallaşmadı. Amma təmkin Xəlilzadənin vurduğu qol, eləcə də Altın Elvinənzadənin başladığı hücum, gün cərvəsində ötürülən top hər zövqə uyğun milli komandamız bugün qol vurmağı bacardı. Və növbəti indi hücum dalğası qapı qarşısında ötürülür. 6-cı qol gələcək amma son anda toxunuş və qapı xəttindən çıxan 3 dəqiqə artırılır. İkinci hissədə zədəli futbolçu var və buna görə 3 dəqiqə artırılır. Samirin ötürməsi alınmadı. Rəvan Kərimovu zərbə mövqeyinə çıxarmağa çalışır. Daha Seyid Qasımov, Rüzgar İbrahimzadə. Yenidən ağa Seyid Qasımov. Ötürürlər mərkəzə. Samir, Qasımov. Kənan Mirzəliyev ötürmə. 6-cı qol gələcəkmi? Zərbə olacaqmı? Rəvan Kərimov ötürmə keçmədi. İlk zərbə anını qaçırdı. Ardınca isə ötürmə də alınmadı. Gücdən zərbə yenitir Kənan Mirzəliyev. Kənan. Ötürmə ilə başladılar. Və 6-cı top yenə də gəlmədi. Daha bir zərbə top qapının üstünə keçir. Rəvan Kərimov bu dəfə fürsəti qaçırır. Daha bir əla təşkil olmuş hücum, amma Dominik Kunitski qapısını qoruya bildi. Bu epizodda növbət ötürmə. Rüzgar İbrahimzadə topu yaxşı saxladı. Bir qədər də geriyə. Qasımov buradadır. Qasımova qarşı sürətli pressing var idi. Yenə də topa toxunma mümkün olmur. Oyunun sonluğudur. Hakimin artırdığı vaxt artırı yekunlaşmaq üzrədir. Dominik Kunitski. Tomaş. Rüzgar İbrahimzadə orada pressing edirdi. İrəliyə doğru göndərilən top. Hər şey tamam istədiyimiz kimi yekunlaşır. Daniel Klima topa zərbə endirə bilmədi. Qasımov dərhal başladı. Topu Samir toxuna bilmir. Samir Həmzəyev topa toxuna bilmir. Atılmış 3-cü dəqiqə. Sonuncu dəqiqə başlandı. Topu itirirlər. İrəliyə. Burada isə sadəcə qapçı var idi. Qapıya zərbə ilə tamamlanır. Yenə də blok qoyuldu. Son cəhdlər Çexiya komandasında artıq komandamızın qələbəsi təmin olunur. Sadəcə saniyələr qalıb bu qələbənin rəsmiləşməsi üçün. Burada da qayda pozuntusu qeydə alınır. İrəliyə doğru göndərilən top. Samir yenə də topa toxuna bilmədi.
Bəli, hakim görüşü yekunlaşdırır. 3-cü dəqiqənin tamamlamasını gözləmədi. 5-2 hesabı ilə Çexiya milli komandasına qalib gəldi. Azərbaycan seçməsi dünya çempionları daha bir parlaq oyunla qələbə qazanırlar. Və elə milli komandamızın bugünkü oyununa görə onlara da elə əla, yəni 5 vermək olar. Həqiqətən əla bir oyun izlədik. Hər bir zövqə uyğun bir gol vurmağı bacardılar dünya çempionları və yarım finalda bizi çox güclü bir rəqib Serbiya komandası gözləyir. Ümumiyyətlə erkən final adlandırılacaq bir qarşılaşmadır. Yarım final mərhələsində hazırki Avropa çempionu Serbiya milli komandası ilə hazırki dünya çempionu, dünya reytinginin lideri Azərbaycan milli komandası üz-üzə gələcək.